Süni intellekt və telefon cinlərin, şeytanların xidmətidir. Bəli, həkim və 30-dan çox kitabın müəllifi olan Paşa Yaqub deyir ki, bunların hamısı şeytan əməlidir. Onun fikirlərinə görə hətta mobil operatorların adları belə təsadüfi deyil. Cin, nar, sim, onlar dalğa və enerji aləminə işarə edir. Hətta daha irəli gedir və deyir, Süleyman Peyğəmbərə cinlər bir taxtı bir göz qırpımında gətirdi. Bugün isə biz başqa ölkədəki insanı bir göz qırpımında ekranda görürük. Fərq hardadır? Yaqub bəy, gəlin deyin fərq hardadır? Əgər cinə məl adlandırdığınız bu texnologiyalar olmasaydı, siz bu absurd fikirləri səsləndirib bizlərə çatdıra bilməzdiniz. Ümumiyyətlə texnologiya olmasaydı, bugün biz tibb, hərbi sahə, internet və süni intellekt kimi inkişaflardan tamamilə məhrum qalardıq. Bəli, hətta sizin fəaliyyət göstərdiyiniz tibb sahəsi də bu qədər irəliyə gedə bilməzdi. Bugün bütün dünya süni intellektin üzərində qurulur. Bütün şirkətlər və sahələr ona uyğunlaşmağa çalışır. Gələcək budur. Nvidia şirkətinin CEO-su Jensen Huang deyir, AI 5 ildə internetin 20 ilə yaratdığından daha çox insanı milyoner edəcək. Bütün bunlar faktdır, reallıqdır. Amma Paşa Yaqub bütün bunları cin şeytan əməli adlandırır. Vallahi deməli çox söz var, amma heyf ki videoya bu qədəri sığır. Qısası, Paşa Yaquba görə süni intellekt cinlərin yeni formasıdır. Bəs siz nə düşünürsünüz? Mənə doğrudan da çox maraqlıdır. Belə düşünən başqa insanlar var.